mütəşabih ayəni oxuyanda belə Allahın əli məsələsində deyirlər ki, elə budur, əlidir. Misal üçün. Ona görə ki, divergent düşüncəyə onlar icazə vermirlər. Yəni onlar ehtimal vermək şansını belə sənə tanımırlar ki, bəlkə burada qüdrət ola bilər. Yəni alternativlərə cəhd eləmə imkanı bizə vermədiyinə görə biz başqa cür düşünməyə və yaxud da ki, divergent düşüncəni işə salma imkanımız yoxdur. Aha. Bu əvvəldən deyir ki, bizim ancaq düşüncəmiz bir cəhətlidir, ancaq monotondur. O da müqəddəs kitabın təqdim elədiyi bir formada düşünməlisən. Onun dediyi istiqamətdə düşünməlisən. İstiqamət bu cür olanda sən heç bir zaman öz səhvini görə bilməyəcəksən. Yəni biz öz səhvimizi görmək üçün çoxşaxəli düşüncəni işə salmalıyıq. Çoxşaxəli düşüncə bizə bunu deyir ki, bəlkə sən səhvsən. Mən bəlkə sən səhvsən ehtimalını əgər öz danışığımda, sözümdə, yazdığım bir fikirdə, tutduğum mövqedə verməsəm, heç bir zaman çoxşaxəli düşüncə işə düşməyəcək. Bu çoxşaxəli düşüncənin işə düşməsinin ən önəmli cövhəri budur ki, mən ehtimal verim ki, mən səhv ola bilərəm. Bu ayənin bəlkə başqa bir izahları da var. Bax, başqa izah variantını mən özümə açıq qoymalıyam. Açıq qoysam, onda görürəm ki, buradan başqa bir mənada çıxdı. Buna məntiqdə deyirlər cəhalət, ancaq cəhalətin iki növü var. Sadə cəhalət var. Yəni mən nəyisə bilmirəm və bilmədiyimi də bilirəm. Bilirəm ki, mən bilmirəm. İxtisasım olmayan sahədə mənə sual verərlər. Mən görürəm ki, mövzu haqqında mənim məlumatım yoxdur. Buna deyirlər sadə bilməmək, sadə cəhalət. Bir də var mürəkkəb cəhalət. Mənə sual verirlər, mən bilmirəm. Ancaq ona mən cavab verirəm və bilmədiyimi də bilmirəm. Elə bilirəm ki, bilirəm. Yəni bilməməyi bilməmək, o iki dənə inkar, o cəhl mürəkkəb. O artıq isbatdır. Yəni mən özlüyümdə danışdığım mövzuya əminəm. Bir halda ki, o mənim ixtisasım deyil, o sahədə mənim heç bir biliyim yoxdur. Bax, bu cəhl mürəkkəbi dağıdan daxili qüvvə ağlın birinci potensialıdır. Onu uşaqlıqdan özümüzdə inkişaf etdirməsək, biz heç bir zaman çox şaxəli düşünə bilməyəcəyik.